Bax bura baxın, görürsüz hal-hazırda mətbəx sizə deyib. Nə boyda mətbəxi var. Mətbəx mebelinə də bütün lay divarı, kişi divarı hamısı da yığılıb. Demək olar bu evdə əşyaların da çoxu qalır. Bax belə də qonaq otağıdır gördüyünüz kimi. Qonaq otağından da yataq otaqlarına keçiddir. Bax bu bir yataq otağımız. Ölçülər də genişdir həqiqətən. Demək olar əşyalar da çox qalır. Kombisindən belə hər şey var. Şəxsi evdir. 110 kvadrat. Bu evimizin digər yataq otağıdır gördüyünüz kimi. Və belə zal sistemimizdir. 4 sistemdir. Pitiminkadan belə hər şey var. Kombisinə kimi. Burada sanitar qovşağı, aksesuarları da hamısı işlək vəziyyətdədir gördüyünüz kimi. Yerdən harca 9-10 daş kürsülüdür. Bax 5 daş elə buradadır. Yerdə səhv eləmirəmsə istif oldu. Dəqiqləşdirərəm lazım olsa. Hətta bir 5 daş da burada var. Bax görürsüz pilləkanla padvala girişdi. Evimizin arxasına falan da keçmək mümkündür. Yəni rahatlıqla arxaya da keçmək olur. Bax sizə kim belə təyin ediblər gördüyünüz kimi. Əkin əkmək üçün falan. Bax buradan da həyətinə bir maşın, hətta sıxışdırsın 2 maşın rahat girər. 3 sota yaxın 100 kvadratdan da böyük şəxsi evdir. Yerləşmə yeri Binə qəsəbəsi Mehriban qonşular. Birbaşa da məhəllə qapı açılır. Qaz, işığı hər şeydə var. 68 min.